Siz bu verilişe bakarken biz sizin bu her ikinizi koruyuyoruz. Castrol Magnatek verilişin baş sponsorudur. Castrol yağdan daha üstün. Xoş gördük. Avtoqraf efirdədir. Dünya avtomobilləri və avtomobillər dünyasından ən son xəbərləri gətirən proqram. Avtoqraf proqramının daimi partnyoru S&A Motors'ın Avtovört mağazalar şəbəkəsidir. Avtoqraf proqramının rəsmi tərəfdaşı Radius Təkər Mərkəzidir. Əgər siz avtomobildə hərəkət edərkən qazın pedalını birdən-birə döşəməyə sıxıb, zolaqdan zolağa sərt manevr edərək ətrafdakıları təəccübləndirərək geridə qoymağı sevirsinizsə, elə indicə televizorun pultunu əlinizə alıb başqa kanala keçə bilərsiniz. Yaxın bir neçə dəqiqə ərzində göstərəcəyimiz süjet sizin üçün çətin ki, maraqlı olsun. Qalan tamaşaçılar üçün isə elan edeyim, avtoqrafın obyektivində elə bir avtomobildir ki, adətən onun sahibi bütün istəklərinə nail olmuş və heç kimə, heç neyi sübut etmək niyyəti belə olmayan insanlardandır. Qarşılayın tam yeni Cadillac Escalade. Cadillac Escalade'in 4-cü nəsli avtomobildə rahatlıq, genişlik, hətta mən deyərdim, əzəmətlik axtaran insanlar üçündür. Lap ev kimi, lap qala kimi. Lakin bu qalanın divarları arxasında möhtəşəm bir qüvvə gizlənib. Onun potensialı ətrafı dağıtmağa qadirdir. Əlbəttə, əgər buna ehtiyac yaranarsa, belə potensiala yollarımızda şüşlayan çoxsaylı parket krossoverlərində heç vaxt görə bilməzsiniz. Güclü, ramalı Escalade eyni zamanda astagəl də deyil. Saatda 100 sürətini 6 saniyədən də tez toplayır. Manevri isə elədir ki, yerində bir dəfə geriyə döndüyü yerdə qat-qat kiçik avtomobillər 3-4 manevr etməlidirlər. Yeni Escalade'a yaxınlaşan kimi anlayırsan ki, o əsaslı surətdə dəyişib. Lakin bununla belə asanca tanınır. Bu da o deməkdir ki, dizaynerlər qarşılarına qoyulmuş vəzifəni yerinə yetirə biliblər. Bir tərəfdən avtomobil Cadillac'a məxsus brutallığı, baltalanmış formalarını, cəngavər qalxanına bənzəyən radiator torunu qoruyub, saxlayıb. Şaquli optikanı da qoruyub. Lakin bununla belə o daha müasir, daha elegant görkəmli olub. Elə bircə faralara baxmaq yetərlidir. Xüsusən də gecələr o möhtəşəm görünür. Avtomobil sənayesində ilk dəfədir ki, uzaq işıqlarda diodlardan istifadə olunur. Onların şüası yolu işıqlandırmazdan qabaq billur linzalardan keçir və bunun sayəsində daha da güclənir. Mütəxəssislər bu texnologiya barədə danışarkən onu tez-tez lazerlə müqayisə edirlər. Görəsən, zahirən varlı görünən avtomobilin salonu da zəngin olmalıdır, ya yox. Burada gözəl xanımla paralel gətirmək olar. Əgər onun daxili aləmi də gözəl deyilsə, müvəqqəti maraq obyekti ola bilər, amma sevilməz. Gəlin etiraf edək, əvvəlki nəsillərdən olan Escalade'ların interyeri bir qədər Amerika sayağı bəsit idi. Emosiya oyatmırdı, həyəcanlandırmırdı. Yeni model isə dəbdəbə etalon sayıla bilər. Burada demək olar ki, plastik detallara rast gəlmirsən. Har əl atırsan, dəri, ağac və xalçalara rast gəlirsən. Hətta gözlərdən kənar qalan yerlərdə də, məsələn, oturacaqların altında da səliqəli, mirvari kimi düzülmüş tikişləri və panellərin bir-birinə ideal uzlaşmasını görürsən. Cadillac rəsmiləri fəxrlə deyirlər ki, bu avtomobilin potensial rəqibləri arasında eləsi yoxdur ki, bu qədər əl işindən istifadə olunsun.
Amma estetika işin bir tərəfi, bəs komfort və təchizat nə səviyyədədir? Xatırladım ki, Escalade Cadillac'ın luxury offroadidir. Bu salonun 3 sırasından 3-ündə də yaşlı və qabaritli insanlar səyahət edə bilərlər. Müxtəlif əşyalar üçün də yer kifayət qədərdir. Məsələn, qabaq oturacaqların arasında yerləşən bax bu yeşikdə lap qarpız da yerləşdirmək olar. Yeni Cadillac Escalade'ın olduqca ciddi təchizat siyahısı var. Məncə avtomobildə nəyin olmadığını demək daha asandır. Məsələn, jacuzzi. Hər halda cəhd edib bəzi opsiyaları sadalayaq. Təhlükəsizlik sistemlərindən başlayaq. 12 ədəd hava yastıqları. Bura lap yataqxanadır ki, ABS, Brake Assist, Traction Control, ESC, kurs stabilliyi, Park Assist, Stability Track adlanan adaptiv askı, görünməyən zonalarda xəbərdarlıq sistemi, ön və arxa maneələr barədə xəbərdarlıq sistemi, hərəkət zolağına nəzarət sistemi, zolağından çıxdınsa, yerinə qayıtmayana qədər əyləşdiyin oturacaqda titrəyəcək. İnteryer təchizatına gəldikdə teleskopik dəri multisükan, 12 istiqamətdə tənzimlənən dəri, isidilən və ventilyasiya olunan oturacaqlar, 3 zonalı klimat kontrol, 14 dinamikli Bose audio sistemi, 7 düymlü touchscreenli display, USB aux port, arxa sərnişinlər üçün LED monitor, əsl kinoteatrdır. Sürücünün çoxsaylı assistentlərini qeyd etməliyik. Kənardan mühərriki işə salma, start-stop, bagajın əlsiz açılması, parklanma sensorları, görüntü kameraları, adaptiv cruise control, Bluetooth, yağış işıq sensorları, daha nələr. Bəsdir bu opsiyaları saydıq. Gəlin sükan arxasına keçib bu gəmini hərəkətə gətirək. $6,2 litr həcmli 8 silindirli mühərrikin potensialı 5% artırılıb. İndi o 420 at gücünə malikdir. Sürət qutusu 6 diapazonlu tiptronikdir. Bu tandem elə şərait yaradır ki, ayağını qazın pedalına sıxan kimi bu nəhəng güllə kimi irəli atılır. Bununla yanaşı Escalade əvvəlkindən 17% az yanacaq sərf edir. Avtomobilin dinamikası elədir ki, yolda ona daim komanda vermək lazım olur ki, özünü yığışdırsın. Maraqlıdır ki, mükəmməl əyləş sistemi onun öhdəsindən asanlıqla gəlir. Yenə qeyd edirəm, bu avtomobilə onun bütün potensialına baxmayaraq aram-aram, ləyaqətlə hərəkət etmək yaraşır. Qoy qonşu sürücülər baxsın və dərs alsın. Bugünkü tanışlıq üçün tam yeni Cadillac Escalade avtomobilini GM Bakı mərkəzi təqdim etdi. Radius Avtomobil Təkər Mərkəzi. Radius avtomobil təkərlərinin satışı və təkər xidmətləri üzrə ixtisaslaşan peşəkar təkər mərkəzidir. Avtomobilinizin təkərləri ilə bağlı ağlınıza gələ biləcək bütün xidmətləri bu mərkəzdə həyata keçirə bilərsiniz. Avtomobilinizlə Radiusa gələrkən ilk öncə sizi gülərüz personal qarşılayır, arzularınızı öyrənir. Peşəkarlardan ibarət satış məsləhətçiləri sizin və avtomobilinizin tələblərinə uyğun təkərlərin seçilməsində sizə köməklik edir. Radius minik avtomobilləri üçün ən məşhur 14 təkər brendinə məxsus olan 300-ə yaxın ölçüdə həm yay, həm də qış təkərləri təklif edir. Təkər seçimi başa çatdıqda sizə çoxsaylı təkər xidmətləri də təklif olunur. Qərarınızı verdikdən və avtomobilinizi mütəxəssislərə təhvil verdikdən sonra müştərilər üçün gözləmə otağında İtalyan qəhvəsi sizi gözləyəcək. Radiusun 42 nəfərlik peşəkar komandası Azərbaycanlı avtomobil sahiblərinə ən yüksək Almaniya standartlarına uyğun olan xidmətlər göstərmək üçün bütün səyləri ilə çalışırlar. Avtomobilinizə isə indiyə qədər rastlaşmadığınız peşəkar texniki xidmət göstərilir.
İnanmaq çətin olsa da, radiusda təklif olunan mallar və göstərilən bütün xidmətlər hamını qane edə biləcək çox sərfəli qiymətlərədir. Radius Təkər Mərkəzinin ünvanı Mikayıl Müşfiq küçəsi 2A, telefon 012 502 04 44. Sizcə ən yaxşı avtomobil necə olmalıdır? Bir çoxları tamamilə haqlı olaraq cavab verir. Parlaq dizaynlı, güclü mühərrikli, rahat salonlu, eyni zamanda təhlükəsiz və asan idarələnən. Mən əlavə edərdim, bütün bunlarla yanaşı qiyməti astronomik olmasın. Bəlkə söhbət bu qəhrəmandan gedir. Infiniti QX70. Bir mənalı şəkildə bu avtomobil yırtıcı görkəminə malikdir. Özü də maraqlı bir məqam var. Kişilər onu şirə, xanımlar isə ehtiraslı vəhşi pişiyə bənzədirlər. Və maraqlıdır ki, hər iki cinsdə olan avtomobil həvəskarları ona məmnuniyyətlə sahib olmaq arzusunu gizlətmirlər. Deyə bilərsiniz, bu ki Infiniti FX-dir. Yeni nə var ki? Bəli, kompaniya rebrandingdən sonra modellərin indeksini dəyişib. Lakin bunun mətləbə nə daxili? Əvvəla biz FX-dən nə vaxtsa narazı olduqmu? İkincisi isə yeniliklər də var. Deyirlər o özündə lüks off-road avtomobili ilə idman bolidinin xüsusiyyətlərini birləşdirir. Yoxlayaraq, ümumiyyətlə Infiniti QX70 o avtomobillərdəndir ki, onun barəsində çox danışmağa vaxt itirmək gərək deyil. Onu sözün əsl mənasında sınamaq lazımdır. Bir mənalı şəkildə Infinitinin salonunda premium sinifin abu-havası hiss olunur. O ki qaldı real havaya. Salonun klimat kontrolu plasma kluster ionizatoru ilə təchiz olunub. O həm havanı təmizləyir, həm də təravətləndirir. Dəri oturacaqlar həm qızdırır, həm də ventilyasiya olunur. Oturacaqlar yumşaq, geniş və rahatdır. Sport sedan oturacaqlarını xatırladır. Qabaq oturacaqlar 8 istiqamətdə tənzimlənir və bu tələbləri yadda saxlayır. Bu avtomobilin texniki təchizat siyahısı bir neçə il əvvəl fantastik əsərlərdən bir parçanı xatırlada bilərdi. Məsafədən mühərriki işə salma, intellektual naviqasiya sistemi, səs komandaları ilə işə düşən komfort və əyləncə sistemləri, mükəmməl multimedia, ətrafa nəzarət kameraları, radarlar, təhlükədən qoruyan aktiv sistemlər, bir toxunuşla açılıb bağlanan lük, 11 dinamikli audio sistem, iPod, USB, CD, MP3 qoşma imkanları və s. və ilaxır. Bu crossoverin təhlükəsizliyinə 50-dən çox sistem xidmət edir. O cümlədən 2 rejimli hava yastıqları, ağıllı kəmərlər, əyləc assistenti və s. Avtomobilin kuzovu da yüksək qəzadan müdafiə xarakteristikalarına malikdir. Lakin bununla belə onun çəkisi azalıb və dəqiq idarələnmə üçün daha optimal olub. Mühərriki işə salan kimi yırtıcı nərəsini eşidirsən. 7 pilləli ağıllı sürət qutusu 333 at gücünü arxa təkərlərə ötürməyə hazırdır, yəni asfalt yolda. Yox, əgər yol şəraitində narahatçılıq, sürüşkənlik varsa, bu gücün yarısına qədəri qabaq təkərlərə də ötürülə bilər. Daha güclü 8 silindirli motorun 390 at gücü var. Saatda 100 sürətini belə avtomobil 5,8 saniyə toplayır. Bu göstərici crossover üçün əladır. Qərb mətbuatında bu avtomobil barədə belə bir ekspert rəyi oxudum. Infiniti QX70 zəngin təchizatlı seksual avtomobildir. Maraqlı fikirdir. Onun müsbət cəhətləri kimi hamı bir olaraq xarizmalı zahiri görkəm, külli miqdarda müasir elektron sistemlər, əla dinamika və dəqiq idarələnməni ön plana çəkir. Tənqid təkcə bagaj bölməsinin o qədər də tutumlu olmamasına ünvanlanır. Lakin mən düşünmürəm ki, belə idman xarakterli avtomobildə kimsə 2-3 idman çantasından artıq əşya daşısın. QX70-in fəlsəfəsi buna ziddir. Avtomobil barədə ətraflı məlumat üçün rəsmi dilir salonuna müraciət edə bilərsiniz. Avtoqraf proqramının daimi partnyoru S&A Motors'ın AvtoWorld mağazalar şəbəkəsidir. AvtoWorld mağazalarında ən müxtəlif avtoaksesuarları sərfəli qiymətlər və zəmanətlə əldə edə bilərsiniz. AvtoWorld bir sıra məşhur istehsalçının Azərbaycanda rəsmi distributorudur. Burada istənilən marka və modellər üçün işıq texnikası, asma hissələr, kuzov elementləri, tuning avadanlığı, avtokosmetika və sair mallar təklif olunur. Bundan əlavə, istənilən avtomobil üçün ehtiyat hissələrinin xaricdən ekspres çatdırılması xidməti də fəaliyyət göstərir. Hazırda AvtoWorld mağazalarında ölkəmizdə ən populyar olan avtomobillər üçün tuning paketlərinin güzəştli satış kampaniyasına start verilib.
Bu paketləri tətbiq etdikdən sonra avtomobiliniz ümumi nəqliyyat axınında seçiləcək, individual və bənzərsiz olacaq. S&E Motors şirkətlər qrupunun Avtoworld mağazalar şəbəkəsindən bu gün sizə Alman və Yapon avtomobillərinin tuning paketləri haqqında danışacağıq. Təqdim edəcəyimiz tuning paketləri əsasən Mercedes, BMW, Range Rover, Volkswagen xalq arasında deyilən bu avtomobillərin tuning paketləridir. Demək, Y-Class 211 kuzanın paketi, qabaq bufer, arxa bufer, faralar, stoplar, 221 kuza S-Class, qabaq bufer, arxa bufer, faralar, abilitsovka, səs boğucu nasatkaları, bunlar hamısı paketimizə daxildir. Demək, məşhur olan, şəhərimizdə çox sürülən BMW Y60 5-ci seriyadan olan M paket, qabaq bufer, arxa buferləri, faraları, stopları, 204 kuza C-Class, yeni model C-Class'ın 63 AMG paket tuning, demək buferləri, sonra Range Rover Vogue avtobiografi, Range Rover Sport avtobiografi paketlərini təqdim edə bilərik. Faralar, stoplar, qabaq buferlər, arxa bufer, Lexus 5.7 2014 modelin qabaq bufer, arxa bufer, abilitsovkası, sonra BMW 3-cü sinifdən olan Y46 qabaq bufer, arxa buferləri, güzgüləri, faraları, stopları, sonra yeni model olan 5-ci seriyadan F10 BMW qabaq buferi, arxa buferi, qabaq faralar, arxa stopları təqdim edə bilərik. Sonra məşhur Volkswagen G-Class, demək 6.3, 6.5-in tuning paketlərini, bütün demək tuningə daxil olan aksesuarları bizim mağazadan əldə edə bilərsiniz. Dəyərli müştərilərimiz, onu da nəzərinizə çatdırım ki, şirkətimiz tərəfindən qış kampaniyasına start verilib. Siz bu gördüyünüz bütün mallarımızı aşağı qiymətlərlə alıb öz avtomobilinizə servisimiz tərəfindən quraşdırmağı, hamısını həyata keçirə bilərsiniz. Bir neçə dəqiqədən sonra Castrol motor yağları və baş partnyorluğu ilə avtoqraf proqramını davam edəcək. Siz bu verilişe bakarken biz sizin mühərrikinizi koruyuyoruz. Castrol Magnatek verilişin baş sponsorudur. Castrol yağdan daha üstün. Maraqlı bir fakta fikir vermişəm. Nissan avtomobilləri adama hər zaman tanış gəlir. Lap yeni olsa belə. Hətta başqa ölkələr, başqa bazarlar üçün nəzərdə tutulmuş, heç zaman rastlaşmadığın bir modeli də görəndə dərhal onun Nissan olduğunu müəyyən edirsən. Bəlkə kiməsə müxtəlif segmentli modellərin bir-birinə bənzəməsi xoş gəlmir. Lakin bugün bir çox dünya şöhrətli avtomobil istehsalçısı bu minvalla ilk növbədə öz istehsalat fəlsəfəsinə və inkişaf istiqamətinə sadiqliyini nümayiş etdirir. Və əlbəttə bu məsələdə bir bazar fəndi də var. Hər hansı modeli arzulayan, amma maddi imkanı hələ çatmayan müştəriyə ona bənzəyən, lakin bir qədər kiçik olan başqa modeli təklif etmək fəndi. Məsələn, Nissan Sentra Altimo'ya bənzəyir. Necə ki, Altima öz növbəsində Bayraktar Maxima'ya. Sevindirici haldır ki, rəsmi diler Nurgün Motors istehsalçının bütün model sırasını təklif edir. Və bugünkü qəhrəmanımız Nissan Sentra əslində ilk olaraq Amerika bazarı üçün nəzərdə tutulduğuna baxmayaraq showroomlarda təklif olunur. Beləliklə, dizaynerlər yeni Sentra'nın radiator toruna trapesiya forması verərək onu Altimo'ya daha da yaxın etdilər. Ümumiyyətlə, Nissan müştərilərin qəlbinə yol tapa bilir. Hətta kompakt avtomobillər də sadəcə özü yeriyən qutular deyil, yaraşıqlı dəbdəbəli nəqliyyat vasitələridir.
Görəsən eksteryerdə daha hansı yeniliklər var? Burada hamar xətlərə daha çox üstünlük verilib. Qabaq və arxa LED faralarda diqqəti cəlb edir. Yan güzgülər indi dönmə işıqlarını təkrar edir və qatlanma funksiyası da əldə edib. Əlbəttə disklərə fikir vermək gərəkdir. Onlar Sentranın ümumi görünüşünü dəyişir. Nəhayət arxa spoiler diqqətdən yayınmır. Hətta kompakt sedanda da Nissan dizaynerləri sport sedan əhvalı yaratmağa çalışıblar. Bir neçə komplektasiyada təklif olunan Nissan Sentranın ən zəngin variantı SL Premiumdur. Avtomobil bord kompüter, klimat kontrol, cruise kontrol, iki istiqamətdə tənzimlənən dəri multisükan, distansiyon mərkəzi kilit, start-stop düyməsi, çip açar, şüşə və güzgülərin tam elektropaketi lükla təchiz olunur. Əyləncə və multimedia sisteminə gəldikdə Bluetooth, USB, iPod və əlbəttə monitor. Salonda istifadə olunmuş materiallar keyfiyyətlidir. Əl toxunanda xoş təəssürat yaradan parça, dəri, ağac detallara rast gəlirsən və yığım da yüksək səviyyədə həyata keçirilib. Qeyd etməliyik ki, yeni Sentranın boyunun 6 cm böyüməsi salonda rahatlığın artmasına birbaşa təsir göstərir. Nissan Sentra Azərbaycanda 2 növ mühərriklə təklif olunur. 1.6 və 1.8 litr həcmli. Birincinin 113, ikincinin 130 at gücü var. Təhlükəsizlik cəhətdən də Nissan Sentra bütün lazımi köməkçilərlə təchiz olunub. ABS, Brake Assist, ABD, park radarlar, immobilizer, siqnalizasiya və s. Şəhərdə və şəhərdən kənar şosсе yollarda Nissan Sentra yumşaq və komfortlu hərəkəti təmin edən avtomobildir. Əlbəttə, daim kickdown edib aqressiv hərəkət üslubu da seçə bilərsiniz. Lakin unutmayın ki, bu zaman yanacaq sərfiyyatınız hiss olunacaq dərəcədə arta bilər. Seçimi özünüz edirsiniz. Normal hərəkətdə isə 1.8 mühərrikli Sentra qarışıq siklda 100 km cəmi 6.9 litr yanacaq işlədəcək. Bu isə qabaqçı modelin göstəricisindən 13% azdır. Hərəkət zamanı səs izolyasiyası da diqqəti cəlb edir. Mühərrik salonda yalnız sərt qazı basıb dövrələri artıranda eşidilə bilər. CVT sürət qutusu özünü tamamilə məntiqli aparır. Eyni zamanda sürücünün komandaları ətrafında o qədər də çox düşünmür. Yetərincə tez reaksiya verir. Son olaraq deməliyəm ki, əgər siz müasir, kompakt, eyni zamanda rahat, geniş arxa sırası və bagaj bölməsi olan sedan almaq istəyirsinizsə və marka seçiminiz Nissandırsa, o zaman Sentra sizi sevindirə biləcək. Ətraflı məlumat üçün rəsmi dilir salonuna müraciət edə bilərsiniz. Havaların soyuq keçməsi ilə əlaqədar avtomobilçilərin dilindən bir sual tez-tez səslənir. Qış təkərlərinə keçmək lazımdırmı? Axı soyuq olsa da yollarda qar, buz yoxdur. Görəsən doğrudanmı qış təkərləri yalnız məhz belə yollar üçündür? Bu suala cavab almaq üçün məşhur Bridgestone istehsalçısının Bakıda rəsmi nümayəndəliyinə müraciət etdik. Sir deyil ki, yollarımızda azacıq qar görünən kimi qəzalar, toqquşmalar kütləvi bəlaya çevrilir. Çünki əvvəla sürücülərimizin əksəriyyətinin qar və buz üstündə maşın sürmək təcrübəsi sıfıra bərabərdir. İkincisi və ən başlıcası ona görə ki, qış təkərlərindən istifadə etmə adəti bizlərə tanış deyil. Şimal ölkələrində məcburi olan təkər dəyişmə bizim üçün lazımsız xərc deməkdir. Əvvəl gəlin Bridgestone brendi ilə tanış olaq. Bildiyiniz kimi Bridgestone markası təkər istehsalçıları arasında liderdir. Şirkət bütün nəqliyyat vasitələri üçün təkər istehsal edir. Yaponiyanın Bridgestone kompaniyasının banisi Seijiro Ishibashi avtomobil təkərlərindən əvvəl ənənəvi Yapon ayaqqabıları istehsalı ilə məşğul olunmuş. Bunun simvolik mənası var. Axı təkər də elə avtomobilin ayaqqabısıdır. Və təsadüfi deyil ki, dünyanın ən etibarlı və ən təhlükəsizlik şinlərindən biri məhz Bridgestone-dur. Kompaniyanın istehsalat fəlsəfəsini onun əməkdaşları belə səsləndirirlər. Cəmiyyətə ən yüksək keyfiyyətli məhsulumuz ilə xidmət edirik. Sürücülərimizin əksəriyyəti elə fikirləşir ki, qar yağmasa, yolları buz bağlamasa, qış təkərlərinə keçməyə ehtiyac yoxdur. Lakin əlbəttə ki, bu belə deyil. Qəbul olunmuş standartlara görə havanın temperaturu müsbət 6 dərəcəyə enərsə, yay təkərlərini qış təkərləri ilə əvəz etmək lazımdır. Havanın temperaturu aşağı düşərkən təkər soyuyur və öz elastikliyini itirir ki, bu da əylət zamanı məsafənin daha çox olmasına gətirib çıxardır. Və bunun qarşısını alınmaq üçün təbii ki, rezin tərkibi daha çox olan qış təkərlərini keçməyə lazımdır. Bridgestone təkərlərinin digər brendlərlə müqayisədə daha keyfiyyətli, etibarlı və uzun ömürlü olmalıdır.
Keyfiyyət dedikdə əlbəttə istehsal zamanı istehsal olunan xammal və materialların keyfiyyəti birbaşa məhsula təsirini göstərir. Bizim satış və servis mərkəzlərində alınan məhsullara 2 il zəmanət verilir. Bundan əlavə həmin məhsullara 1 il servis xidməti göstərilir. 10.000 kilometrdən bir təkərlərin yerlərinin çarpaz və ya eyni istiqamətdə dəyişdirilməsi, ikinci 10.000-də həm yerlərinin dəyişdirilməsi və həm də balans olunması bura aiddir. Avtoqraf proqramında bu gün qeyri-adi testi, yəni bu gün avtomobildən çox naviqasiya sistemini sınaqdan çıxarmaq istəyirik. Hyundai Avto Azərbaycanda belə bir kampaniya keçirilir. Şəhər böyük, yollar çox. Deməli, Azərbaycanda ilk dəfə istehsalçı tərəfindən quraşdırılmış işlək naviqasiya sistemi təqdim olunur və biz hazırda hava limanına getmək istəyirik bu naviqasiyasının yol göstərməsi ilə və bu işdə bizə yardımcı olacaq Avto Azərbaycan şirkətinin mütəxəssisi bizim bugünkü müsahibimiz Rauf. Başlayaq. Marşrutu necə tapacaqsınız? Sizə nə tövsiyələr edəcək, nə məsləhətlər görəcək, hansı marşrutları göstərəcək, məncə çox maraqlıdır. Və yolda bir xahişim olacaq, biz qəsdən bir yerdə azmalıyıq. Başqa yerə dönməliyik ki, görə bizi necə qaytaracaq öz marşrutumuza. Gəlin, başlayaq laf əvvəldən. Əvvəla birinci gözləmək lazımdır ki, GPS naviqasiyası GPS-ləri tapsın, ən azından 4-5 ədəd tapmalıdır. Yazsaq hava limanı, Heydər Əliyev hava limanı. Naviqasiya tanıyacaq mı? Sadəcə sınaqdan çıxaraq. Məsləhətçimiz bir neçə saniyə ərzində naviqasiyada getdiyin məkana marşrut tərtib etməyin 2 üsulunu göstərir. Əgər dəqiq ünvanı bilirsinizsə, sadəcə onu daxil etmək gərəkdir. Amma ünvanı bilmirsinizsə, bu da problem deyil. Xəritədə getdiyiniz məkanı işarələyin, qalanını naviqasiya sistemi öz edəcək. Əmin ola bilərsiniz ki, sistemin daim ünsiyyətdə olduğu süni peyklər sizə bələdçi olacaq. Naviqasiya bizə göstərir ki, 2 kilometrdən sonra yolun sağını tutmalıyıq, çünki sağa ayrılacaq. Deməli, hazırda biz nəyi görürük? Naviqasiyanın göstərdiyi yolda təmir işləri getdiyindən o bizə hazırda hesablayıb başqa marşrut verməlidir. Qarşıda trafik var, qarşıda sıxlıq var, yolda təmir işləri gedir. Bizə yanacaq lazımdır və biz hazırda axtarırıq yaxınlıqda yanacaq doldurma stansiyası məntəqəsi harda var. İndi hazırda biz tıxaclıyıq və gördüyünüz kimi naviqasiya artıq bizim çatma vaxtımızı dəyişdi və əlavə məlumatlar da bizə verir. Hansı məlumatlar Rauf verir bizə? Statistik məlumatlar verir. Yəni, məsələn, avtomobil indiyə kimi sürmüş maksimal sürəti, hal-hazırdakı sürəti, hərəkətin orta sürətini göstərir. Hərəkət vaxtı 31 dəqiqə məsələn olubdur. Gündüz vaxtı nə qədər sürülübdür işlək o avtomobil və nə qədər neçə saat dayanıb, yəni istehsal olduqdan sonra neçə saat avtomobil dayanıb. Bunların hamısını göstərir. Hamısı statistik olaraq göstərir. İstədiyiniz vaxt sıfırlaya bilərsiniz, yenidən də bunu göndərə bilərsiniz. Tıxacdan artıq qurtulduq və yola çıxırıq. Yol ötürücü vasitəsilə bizi naviqasiya hazırda hava limanı yoluna çıxarır və bizə deyir ki, 12 kilometr getməliyik bu yolla. Məkan başına çatacağımız vaxtı artıq 13:09-u göstərir və yolda sərf edəcəyimiz vaxt sərf edərəmsə 21 dəqiqədir. İndi biz nəyə fikir verəcəyik? Hərəkət sürətimiz artdıqca o bizə məkan başına çatacağımız vaxtı da azaltmalıdır. Güman ki, biz indi hazırda Raufdan xahiş edəcəyik ki, sürəti artırsın və naviqasiya özünü necə aparacaq, bizə nə göstərəcək, buna baxacaq. Hələlik 20 dəqiqə deyir ki, hava limanına çatmalıyıq. Amma yolda trafik var, biz sürəti o qədər də artıra bilməyəcəyik. Hərçədə icazə verilmiş, bizim zolaqda icazə verilmiş sürət saatda 100 kilometrdir. 100 kilometrdən biz hazırda hərəkət edirik.
naviqasiya susur. Əslində naviqasiyanın susmağı o deməkdir ki, düz yolla gedirsiniz. Çünki biz yolda bir eksperiment edəcəyik hər halda. Çalışacaq qəsdən yolumuzu azaq, necə deyirlər. Və görək naviqasiya özünü necə aparacaq, bizi yola necə qaytaracaq. Biz dönürük yanacaq doldurma stansiyasına. Bu isə demək ki, yoldan biz çıxdıq. Yəni naviqasiyanın bizə göstərdiyi yoldan çıxmışıq. Görək bizə nə deyəcək, necə yolumuza qaytarmağa çalışacaq. Artıq əsəbləşib. Yanacaq doldurma məntəqəsində biz yanacaq aldıq Baka və gördüyünüz ki, monitorda bizə göstərir ki, yolumuza qayıtmalıyıq hava limanının yoluna. Aha, bizə naviqasiya nəsə demək istəyir. Amma yox, deyəsən əksinə. Əsəbləşmişdi, indi hiç soyudu. Yəqin ki, biz düz yolla gedirik. Və görək, doğrudan mı bizi vəd edilmiş vaxtda təyyarəyə çatdıracaq? Yəni, şərti olaraq əlbəttə. Bu yolla biz heç yerə dönmədən 9,3 kilometr düz getməliyik. Çatacağımız vaxt 13-13 göstərir. 13-14, 13-13 tərəddüd edir. Və güman ki, 16 dəqiqəlik yolumuz qalır. Hər halda naviqasiya bu sürətlə getsək, bax, bunu bizə deyir. Yəni, bu niyə görə rahatdır? Əgər təyyarəyə sərnişin gecikirsə, yaxud vaxtında çatmaq istəyirsə, artıq getdiyi sürətlə hesablamaq olar ki, nə vaxt gəlib çatacaq, qeydiyyatdan keçəcək, bagajı təhvil verəcək və təyyarəyə yola düşəcək. Deməli, dəfələrlə bildiyiniz kimi avtoqraf proqramı xarici səfərlərdə olub və orada avtomobilləri sıraqlardan keçirərkən çox zaman avtomobillər naviqasiya ilə olur və alışmışıq ki, naviqasiya İngilis dilində işləyə bilər, fransız dilində, alman dilində, hətta rus dilində də o fakt ki, istehsalçı tərəfindən quraşdırılmış naviqasiya sistemi Azərbaycan dilində sizi istədiyiniz yerə aparır, əlbəttə sevindirici haldır. 600 metrdən sonra naviqasiya bizə xəbər verir ki, yol ötürücüsü olacaq, biz artıq yolun sağını tutmalıyıq. Və getdiyiniz marşrutu təyin etmədən danışmaq istəyirəm. Gördüyünüz kimi bizim yardımcımız bugün Rauf nə etdi? Hətta xəritədə də, əgər ünvanı da bilmirsənsə, xəritədə sadəcə kiçildib xəritəni, siz istədiyiniz nöqtəni tapırsınız və naviqasiya həmin yeri, həmin marşrutu sizə hesablamağa başlayır. Deməli, əziz tamaşaçılar, gördüyünüz kimi avtoqraf artıq bizim bugünkü yardımcımızdan, Raufdan. Biz artıq hava limanına çatdıq, amma heç yerə uçma fikrimiz yoxdur. Hazırda biz nə edəcəyik? Hazırda biz naviqasiyanı geriyə, yəni ki, Hyundai'nin avtosalonuna kökləyəcək. Görək bizə necə marşrut göstərəcək. Gördüyünüz kimi prospektin adını, Ziyabilyadov prospektin adını Rauf yığır. Söhbət nədən gedir? Siz ilk iki hərfi yazdıqdan sonra artıq naviqasiya özü təklif edir həmin uyğun gələn küçələrin yaxud prospektlərin adlarını. Və tam geriyə getməyi bizə məsləhət görür. Bəli, tamamilə doğrudur. Tam geriyə və deyir ki, 13:33-də biz artıq 27 dəqiqədən sonra yenidən çıxdığımız yerə qayıda biləcəyik. Qısa dayanacaq vaxtı soruşuram. Hyundai'nin hansı modelləri artıq bu sistemlə təchiz olunub və bunun sayəsində həmin modellərə olan müştəri marağı artıbmı? O deyir ki, tezliklə Hyundai'nin tam model sırası istehsalçı tərəfindən Azərbaycanın yollarını tanıyan naviqasiya sistemi ilə təchiz olunacaq. Hələlik bu sistem Hyundai Elantra, Santa Fe, AX35 və Sonata modellərində quraşdırılır. Və bu əlbəttə ki, avtomobillərə marağın daha da artması ilə nəticələnir. Xüsusən də Elantra və AX35 modellərinin timsalında bu hiss olunur. Bu da təbiidir, məhz gənclərə ünvanlanmış modellərdən söhbət gedir. Gənclər isə həm texnoloji yenilikləri, həm də macəraları daha çox sevir. Bununla avtomobillər aləminə bugünkü səyahətimiz sona çatır. Sizə tezliklə ən arzuladığınız avtomobilə sahib olmağı arzulayıram. Sizin avtoqraf.